Tamaşaçılar, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azad Azərbaycan Televiziyası və bu şəhərdənin birgə layihəsi olan Şən Gənc efirdədir. Bəli, artıq Şən Gəncin ikinci mövsümünü neçə vaxtdır ki izləyirsiniz, şənlənirsiniz, buna əminik və bugün daha çox şənlənəcəksiniz. Niyə? Çünki artıq çərşənbələr həftələrindəyik, Novruza çox az qalıb, sayılı günlər qalıb, bahar gəlir yurdumuza, çiçəklərin qoxusu gəlir təbiətdən, çöldən, evlərimizdə artıq şəkər buralar, paxlavalar bişirilməyə başlayıb, səmənilər cücəldilib. Bəli, elimizin, obamızın ən gözəl bayramı Novruz gəlir qarşıdan. Odur ki, bayram əhval-ruhiyyəli Şən Gəncin bayram buraxılışı efirdədir. Bugünün daha bir özelliği var. Bugünün bayram olmasının daha bir səbəbi var. Niyə? Birazdan deyəcəm, onu biləcəksiniz. Dəyərli münsiflər heyətimizi təqdim etmək istəyirəm sizə. Əziz tamaşaçılar, onların təqdimata ehtiyacı yoxdur. Onları bütün xalq tanıyır. Mənim təqdimatıma ümumiyyətlə ehtiyacları yoxdur. Amma o bizim çox dəyərlimizdir. O sizin çox dəyərlinizdir. O Azərbaycan incəsənətinin, teatrımızın, kinomuzun dəyərli simasıdır. Hər görəndə əminəm ki, bir Azərbaycanlı olaraq ona can sağlığı arzu edirsiniz. Çünki o Azərbaycan Respublikasının xalq artisti, dəyərlimiz Afaq xanım Bəşir qızıdır. Sonuncu magikan. Respublikamızın əməkdar artisti, bu şəhərdənin daimi üzvü, Şən Gəncin gözü bəbəyi, yaraşıqlı bəyi. Bəli, bir daha deyirəm, Respublikamızın əməkdar artisti. Məni heç sevməsə də bunu qətiyyən bildirməyən Coşqun Rəhimov aramızdadır. O sənə bildirməyəcək, bizə bildirməyəcək. Mənə də çatdırıblar da. Bəli, Şən Gəncin gülən siması, uşaq ruhlu münsifi, Respublikamızın əməkdar artisti, bu şəhərdənin unudulmaz siması, məni sevirmi, sevmirmi bilmirəm, amma özünü sevirmiş kimi aparan Rafael İskəndərov aramızdadır. Sənin üçün sadəcə Rafael. Amma hər zaman olduğu kimi deyim ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən dəyərli bir nümayəndə var aramızda. Bəli, bəli. Sudoku üzrə Avropa və Dünya çempionu. Milli yığmamızın vitse-prezidenti Müşfiq Abbasov aramızdadır. Müşfiq, xoş gəlmişsiniz. Amma indi gəlin bugünün bayramlığının, bugünün bayram olmasının özəl və gözəlliyinin bir səbəbkarını daha dəqiq təqdim edeyim sizə. Bu şəhərdənin rəhbəri, prodüser, senarist, Şən Gəncin var olma səbəbkarı, mənim arxa dayağım, qurban olduğum Müşfiq Abbasov aramızdadır. Qızım, gün bayram günüdür, mən sənə xətrivə dəymək istəmirəm. Biz də. Bizim filan qədər yaşımız var. Özdə biz ciddi adamlarıq. Niyə gülürsən? Kimə gülürsən? Niyə üçün gülürsən? Hansı səbəbdən gülürsən? Bu sənin özünə aiddir. Kimə arxeyin olub belə gülürsən? Amma təqdimatda çox xahiş edirəm indi hər nə. Düzəldəcək. Düzgün heç olmazsa şey eləyim. Bilirəm, axırım düzəldəcək. Əziz tamaşaçılarım, əziz pərəstişkarlarım, bu günləri bizimlə yüngül atletikanın təməlini qoyan Azərbaycan
balet məktəbinin banilərindən biri. Koreografiyanın istər nəzəriyyəsini, istər praktikasını özündə canlandıran heykəltaraşdan baş çıxmır. Qaşı, Qəbir qaşları düzəldir. gözü, azadı düzəltmir. Burnu, ağzı, saçlarının düzümü, Genetik. o gözəl gülüşü, bütün sadada aldıqlarıma uyğun bir insan. Onu görərkən qeyri-ixtiyarı bu sənsən. Ay sənə qurban olum. Bu sənsən. Sən oturursan. Deyilən gözəl insan Müşfiq Abbasov. İndi sən Başlayanda qurban olum, döş aparmadı, nə oldu mən apardı? Ben qurban olum deyəndə aparmadı, nə oldu mən apardı? Mən şikayət edəcəm, bizimlərimiz yoxdur. Necə kimə? bunu bir günlük gətirmişik. O kimdir mənim yanımda? 23 qram çəkisi var. 22 yarım. Xahiş edirəm. Yaxşı, eybi yox. Rafael, Siz Ayşe özünüz xanım. özünüzə düşmən qazandınız. Eybi yox. Yaxşı. Bu sezonda axırıncı dəfədir sən bu verilişi aparırsan. Gələn sezonda təsdiqləmişik bu verilişin daimi aparıcısı Aysel xanım özü olacaq. Bayramınız mübarək. İcazə versəniz biz də xalqımızı bu gözəl bayram münasibəti ilə təbrik eləyərdik. Novruz, yeni ruzi, bərəkət, Allah can sağlığı versin. Neçə belə gözəl bayramlara xalqımızla birgə inşallah. Amin inşallah. Bu ilimizin gəlişi hamımıza düşərli olsun. Evlərimizin bərəkəti, ruzisi həmişə daim bizimlə olsun. Amin ya Rabbil aləm. Tanrıdan başqa heç kəsə möhtac olmayaq. Amin ya Rabbi. Bütün dualarımız həyata keçsin inşallah. Amin, amin. Bütün analar övladları ilə, bütün övladlar valideynləri ilə xoşbəxt olsunlar. İnşallah. Gedənlərimizə Allah qəni-qəndi rəhmət eləsin. Amin. Qalanlarımıza can sağlığı arzulayıram. Amin. Çünki o qalanlara can sağlığı arzulayırıq ki, evin ağsaqqalıdır, evin ağbirçəyidir, evin gələcəyidir. Hamımızın bayramımız mübarək olsun. Amin. Öpürəm. Sağ ol. Lazım görməyə belə. Azərbaycan xalqına bayram yaraşır, millətimizə sevilmək, sevmək, əylənmək, gülmək, şənlənmək yaraşır. Bəli, Allah heç bir evi bu Novruz günlərində şənliksiz etməsin, böyüksüz etməsin. Hər zaman deyib güləsiz, bayramlarınız gözəl əhval-ruhiyyə ilə keçsin. Eviniz böyüksüz olmasın. Şimdi adam demədi ağlayasın daha bayram qutlardır bəsdə. Başla da sən də. Borcunuz çoxdur. Aslanlarla başlayırıq, Rezi şəhərdən kənddən. Hə, nəysə. B qrupu. Bugün C artıq ötən həftədə heç bir komanda yarışmamızı tərk etməmişdi. Bayram həftəsində, bayram ayında olduğumuz üçün bugün də heç bir komanda yarışmamızı tərk etməyəcək. Amma videolar izlənəcək və dəyərləndiriləcək. Gələn vaxtlar üçün də bunlar münsiflər heyətinin ağlında qalacaq. Bunu unutmayaq. Bir komanda yarışmanı tərk etməyəcək deyib də arxayınlaşmaq lazım deyil. Bu sizin balansınıza yığılan bir bonuslar olacaq. Mənfi mi, müsbət mi onu bugün biləcəyik. Bugün B qrupundan olan komandaların videolarını izləyəcəyik. Mövzu isə elimizə bahar gəlidir, bəli. Elimizə bahar gəlir, çərşənbələri yaşayırıq Novruzumuza. Novruzun gəlməyinə az qalıb, birazdan söhbətlər eləyəcəyik, görək. Novruzla bağlı münsiflər heyətimizin hansı xatirələri var? Çərşənbələrdə nələr yaşayıblar? Qapı pustuya gediblərmi, misal üçün qulaq asmağa? Məncə Rafael müəllim gedib, onda o potensialı görürəm. Nəslimizdə qapı pusan olmuyor. Bəli. Deyirsiniz, nə deyirsiniz? Sujetlərə başlayaq. Başlayaq. Bəli. Başlayaq. Astara Gənclər evindən. Baxaq, görək, nə göndəriblər. Gəl, bax nə deyirəm. Rakifəmi var, onun bacısı sənsə xəbər göndərib. Hansı Rakifəmi?
Zilyonka Rakifəmin var, Yeşipər oğlu var, belə eybəcər o. Mama, yaxşı da, heç xoşum gəlmir o oğlanla. Yavaş. Denən qız istəmir, gəlməsinlər. Bilirəm, yavaş danış biraz. Atın da işlədir. Bu bayramzat qutarsın, sonra baxarıq o işlərə. Sən narahat olma. Yaxşı mama, yaxşı danışarıq, get, yaxşı. Bu gecə yuxumda görəcəyim insan gələcəkdəki qismətim olacaq. Geçen kız, al su iç. Dayanın! Geçen kız, deyirəm bəlkə kofe içək, hə? Əgər mənimlə evlənsəz, hər gün kofe şoplarda gəzərik. Nedir sen? Ben Allah'tan şu dedim mi? Yığıştırın. Yoxdur. Yığıştırın. Ay Allah, yuxuymuş. Qoğallar. Ana, qoğallarım hardadır? Mən götürmüşəm qızı. Neynədin? Zilyonka Rakifin oğlu baba atmışdı. Onu ben koydum. Ayda, mama yox, yox. Buradadılar Astara Gənclər Evi. Hə? Alqışlayın bir özünüzü yerinizə baxaq neçə nəfərsiniz. Qoğalı yeyən qız kim idi? Qoğalı yeyən Açıqlama burada. vermək istəyirsiniz, mikrofon verək. Var. Yox, sizcə yoxdur. Mən Məsələn ki, mən heç nə anlamadım. O gülən oğlan orada nə gəzirdi? Siz idiniz o gülən oğlan. Hə. senarist. Zəhmət olmasa bir izah verin bizə. Üzürlü sayını başa düşmədik. Salamlayıram hər birinizi, münsiflərimizi və sizə xoş gördük tamaşaçılarımızı. Biz burada Novruz adətlərindən biri olan, məsələn, eşitmişik ki, Onu xanımlar bildik. şorqoğalı yeyirlər və gecə yuxuda kimsə görsə ona su verən, gələcək qisməti olur. Biz bu mövqidə yanaşmışıq. Sadəcə yuxu bir qədər qarma-qarışıqdır. Təbii ki, ona bir neçə nəfər su verir. Bu onlardan heç bir qismət olmur. O videonun əvvəlində deyilir ki, bəs Zilyonka Rakifin oğlu sizə elçi gələcək. Əslində o Zilyonkada bir yaşıllığı simvolizə eləyir orada. Biz ona toxunmuşuq. Bəs o yerdə gülən kim idi? O elə həmin adam. Sadəcə orada bir ssenari turuk eləmişik də. Yəni həmin adamı göstərməyə çalışmışıq ki, Zilyonka Rakifin oğlu bu adam. Kaş ki onu yuxuda görəydik. Rakif. O kimsə orada tanınmış adam. Yox, elə belə. Sadəcə bir xəyali obrazdır. O nəcəb yuxuda görmədi. Zilyonka Akifin oğlunu kaş yuxuda görərdi. İstəmir də, Yox, yəni yəni o insanı səbəb bu yuxuda görmək yuxudan istəmir. nə görsən də axırda buna gedəcəksən. Yox, Mən də yəni əvvəl belə. Mən indi aydın, belə çəkərdik. Belə çəksək. Zilyonka Rakif gərək oğlu lazım deyildi. Zilyonka Rakif adam var da 2 gündən bir su çiçeği çıxardır. Zilyonka Rakif elə üzündə zilyonkalarla gəlsəydi o daha şeylə, yəni ki Zilyonka Rakifin oğlu Zilyonka zat giyindirmişsiniz, kofta giyindirmişsiniz. Sözdən istifadə etsəniz daha yaxşı çıxardı, daha belə. Razıyam. Yox, indi sən özünü qabağa vermirsən senarist kimi. O oyunun sənə heç bir aidiyyatı yoxdur. Yəni biz əsas oyunda heç nə görmədik. Həmin adət Senaridə də biraz ənənəni anlaşılmazlıq var idi da yəni. önə vermədiniz. Aktyorski zəif idi uşaqlar biraz. Oyun yox idi, dinamika yox idi, biraz zəiflik var idi. Başa düşürük, inancdır, şorqoğalı yeyir, yatır, yuxuda sevgilisini görür. Yox, onu çox Amma- qızlar edirlər, hə, qızlar Amma edirlər. yəni Mən də eləmişəm. oyun çox zəif idi, həddən ziyadə zəif idi. Mən də şorqoğal yeyib yatmışdım. Özdə o elə olmur. O qədər duz qatırlar ki, ona şişmir. Belə Sən acı nazik olur qoğal ye, bəlkə. acı qoğal. Şor yemə. Özü yox, o qədər susamışdım ki, bütün gecə oyaq olub su içmişdim. Yuxuda da heç kimi görməmişdim. Sənlə nə gedə. Təşəkkür edirəm fikirləriniz üçün. Sağ olun. Dəyərli münsiflər heyətinin fikrini eşitdiniz. Müşfiq müəllim, siz nə demək istəyirsiniz? Birincisi o şorqoğal sanki broiler idi.
Ha, çox şişmiş. Real bizim Hə. bildiyimiz klassik Bir necə dənə deyək? dişləməklə də o yuxu Biblər, görülməz. Onsuz da günahı yox. Nənələr pişirən şorqoğal elə olmur da. Yəni həqiqətən çox şişirtmişlər. Yəqin droji mayası çox imiş yəqin. Belə uşaqlar ayrı-ayrılıqda sanki tipaj kimi hamısı gülməlidirlər. Yaxşı mimikaları var, maraqlı. Xüsusən də o ikinci o suyu verən, birinci suyu verən qaşlı oğlan tipaj olaraq çox gözəldir. Onu yaxşı istifadə eləmək olar, yaxşı mənada, daha gülməli, daha maraqlı eləmək olardı. Amma sanki həm montajda elə bir problem var idi, həm səsdə problem var idi. Yəni ssenari olaraq o aktyorun borcu əlində olan ssenarini daha da gücləndirməkdir. Onu öldürmək yox. İstər mətni, istər və s. Müqayisə üçün gələk o birislərə də baxaq ki, deyək ki, daha zəifi Astaraydı və yaxud bəlkə o birislər bundan da betər olacaq. Afaqam, siz də şu duzlu qoğal yeyib yatmısınız? Mən? Hə. Mən duzlu xörək, şor xörək zat lazımdır. Mənim buna ehtiyacım olur. Qismətinə nə gəlib? Bəxtində nə gəlib? Vaxtında da Əhməd müəllimdən qabaq. Mənə şor qoğal yeyib şor gözlüyü lazımdır. Vot. Xoş gəlmisiniz uşaqlar, yaxşı eləyib gəlmisiniz. Birazdan sizdən də soruşacağım, görüm çərşənbə adətlərindən hansıları eləmisiniz? Başınıza gələn maraqlı bir əhvalat varsa danışarsınız. Niyə elə baxdınız Ayşə Ayraq xanım, Halimə? bir dənə şey olar icazənizlə. Buyurun. Afa xanım, siz yaxşı bilərsiniz də daha köhnədən dədə-babadan çərşənbə adətlərindən, inanclarından hansılar ki var idi və indi əfsuslar olsun ki, yoxdur. Yavaş-yavaş ellər var, gedir, yaddan çıxır. Gənclər də, indiki gənclər onun çoxlarını bilmirlər axı. Çox sağ olun. Amma siz mənə müraciət ediniz ki, elə bir mənim hardasa belə 50-dən yuxarı yaşım var. Ona görə belə Yaşınızı bilməm, prosto bəxla dediniz, yadınızda deyil şorqoğal nə var ki, siz lap çoxdan oldu yəni. Deyirsin. O adətlərdən qapı pusma qalıb. Üzüyü stəkana atmaq var, düzdür? Üzüyü stəkana atmaq var. Üzüyü sapa taxıb, stəkanın üstündə saxlayıb, içində su olar ki, o neçə dəfə stəkana dəyəcək, dınq eləyəcək ki, o illərdən sonra ərə gedəcək. 3-5 ildən sonra, misal üçün, 3 ildən sonra. Yaşını göstərir, yaşını. Əsas da ki, əsası da qoruyurdular nə? Bayram axşamlıya, son çərşənbəyə qədər, son çərşənbəyə stolun üstünü bəzəmək və 7 dənə S hərfi ilə başlayan orada məhsullar olmalı idi. 7 S hərfi ilə başlayan. Papaq atlar, qapı pustu. Papaq atdılar, bunlar də var. Qapı pustu onda da var idi. Bax, bunu deməkdir, şorqoğal yeməkdir. Yəni, belə var idi. Amma o 7 dənə S hərfi ilə başlayan şeylər olmalı idi mütləq onun içində. Nə idi? Sarımsaq, səməni? Yox, yox. Sarımsaq nədir? Yoxdur. Misal üçün, S hərfi ilə başlayan yeməklər nə ola bilər başqa? S hərfi ilə başlayan Səbzi pilo, sumaq, səməni, sarıkök. ədvalar da daxildir sumaq. Bəli, sumaq, sarıkök, qızıl sikkələr. Sonra deməli səməni. Sushi. Yox. Yox, sushi yox idi. Sushi. Balığın adı nə idi S ilə olan? S ilə balıq. sazan. Sazan, balıq. Sazan. Ziyan balığıdır o deyirlər. Ümumiyyətlə balıq mütləq lazımdır, amma o S hərfinə aid deyildi. Çünki hansı Sonra balığı o tapdınız? ailə qurmayan ola bilər, qızları hə. deyəsən evdən bayıra çıxarırlar çərşənbə axşamı arxasınca ayaqqabı mı atırlar, nə atırlar, nəsə elə bir şey var. Verdirər. Çoxsalar gəlirdilər qabaq, heç olmasa əllərində vedrə olurdu. İndiki elə bir reket gəlib qapıya, zımana qoyar, nədə bala? Çoxsa yox, ver də, deyirəm, niyə verir, belə çoxsa olar. Bir oyna, bir oxuyub, biz uşaq olanda... Eləmisiniz, Rafael Hə, müəllim? çox konuşuyor. Mən kişi paltarı geyib papaq Yox, atmışam. elə mən uşaqlarla iki paltar giyinirəm. Süd nə qədər? Qadın paltarını mən sonra giymişəm işlə, işlə əlaqədar olub o. Amma yəni biz dəstək yığılırdıq, gedirdik, çosa, keçər oxuyurduq, mahnısını oxuyurduq, papaq atırdıq, qaçırdıq. Bir dostumuz vardı, sevgili qızın biraz imkanı var idi. Norka papağı vardı. Onda bizim aramızda biraz öyünürdü. Papağı atmışdı. O da papağı gelip düşmüşdü həyatda baseynin içine. Hə, Sovet dövrünün Norka papağının oraya düşməsini bilirsiniz də. Belə də yəni maraqlı olurdu da, çox maraqlı olurdu. Amma indi əfsuslar olsun ki... Mən Rafaelin bir sözünə düzəliş vermək istəyirəm. O deyir ki, mən bu sənətə sahib olandan sonra da arvad paltarı geyindim. Bu şəhərdə teatrında elə tamaşalar qoyulur ki, bu 2 nəfərin ifasında onu 12 nəfər də oynasa azdır. Bəli. Amma bu 2 nəfər onun öhdəsindən gəlir.
Qadın obrazı da var, kişi obrazı da var, yeri gələndə, məsələ deyirəm də. Yəni, xarakterlər var, cürbəcürə xarakterlər var. Ona görə də bu şəhərdə yeganə teatrdır ki, yaradılıbdır, miniatür teatrdır və öz gücləri ilə tamaşaçıların axınının qarşısını saxlaya bilmir və günün bugününə qədər də həmişə dəbdə olan, özünü təsdiq edən və professional dərəcəyə yüksələn teatrlardan Çox sonra fırsat. Gəlin alqışlayaq. Coşqun müəllim, uşaqlığınız Lənkəranda keçib, yoxsa Sumqayıtda? Yox, Sənlik deyil. Heç nə mənlik deyil. Siz niyə yavaş-yavaş mənə... Qurban olum. Cavabım xoşuna gəldi. Cavabım xoşuna gəldi. Nə? Dedim sənlik deyil. O nə dedi? Ha? O nə dedi? Dedi heç nə mənlik deyil. Sən nə dedin? Qalmışam belə. Artıq küstüm. Deməli, mənlik olmasa da təqdim eləməliyəm, Coşqun müəllim. Buyurun. Neyniyim, amma bu veriliş aparıcılığı mənlikdir, məcburam buna. Özünə aid olan sualları ver. Bizim ailəmizin, şəxsi həyatımızın sizə heç bir dəxli yoxdur. Afaq xanım, misal üçün, növbəti sujetdən sonra, misal üçün, soruşsam ki, Əhməd müəllim çərşənbələrdə nişanlı olanda siz tanış olun, gəlirdimi qapınıza papaq atdıya? Mənlik sual deyil o. Xeyr. Yaxşı. Əhməd müəllimdən sorur. Yaxşı, Əhməd müəllimə zəng eləyərik. Əhməd hardadır, Əhməd hardadır? Deməli, gənclər evi... Düşəcək bu verir. Mən də onu hiss eləyirəm. Bayram yox. Amma inşallah ki, o mənim üzərimdə olmaz. Deməli, gənclər evinin adını mən çəkməyəcəm. Sizə tapmaca təqdim eləyəcək. Oradakı atributlardan, simvollardan, smayliklərdən fərqi yoxdur. Baxıb tapmalısınız ki, söhbət hansı gənclər evindən gedir. Buyurun. Özün fikirləşirsən, axı. Haradır bura? Belə su var. Beləsi var. Yox. Kitablar və axır. Hara? Biliş mənbəyidir, su, ağ su. Ağ su. Yox. Hə, təxmini bildim. Yəni, bunu hansı məntiqlə düşünmüsünüzsə, əziz redaktorumuz? Çox kitab oxuyan... Zərdab. Çox. Sarı kitab var orada, zərd ab. Sarı su. Uşaqlar, sizin ağlınıza gəlmir. Mən sarını gördüm. Hara? Necə izah, biləsi var, necə izah eləyərsiniz? Üzrlü sayın bu zarafatımıza görə biləsi var, gənclər evinin gəlin sujetinə baxaq. Düz tapdılar. Düz tapdılar. Nahara və kasıbçılığın üzü qarı olsun. Gündəki saat işlərində belə olur da, hə? Nağaraq neyəyə, bayramın əzi kəsirdək. Soyuqdan Allah başımı... Yağ donub. Aha, qonağımız var. Bizim kimimiz var gələn? Ne yaxşı papaq tapdım belə, boşmuş. Ver mənə, mənim qarmaitim var. Mən də belə incdən baxdım. Sən nə o tapmaz adamsan, hə? Nə olacaq, bugün məndə, sabah sizdə. Deyiləm. Mən sizə papaq atmışam, hanı papağım? Nə papaq? Papaq mənimdir. Git özünüzə papaq alın da. İndi neyniyək? Siz mənə papağın içində pay verməliydiniz. Al bu 5 manatı. Bayramın da mübarək. Ürəkli alqışlardan sonra gəlin rəylərinizi eşidək. Gəlin bayram əhval-ruhiyyəsini pozmayaq. Müşfiq müəllim desin. Müşfiq müəllim, biləsi var, gənclər evinin sujetini necə bəyəndinizmi? Bu yaxlar dediyim müqayisə Astara ilə müqayisədə zəif idi. Yenə deyirəm, o birislərdən bəlkə daha güclü olacaq, zəif olacaq. Ümid eləyirsən. Yəni, nə bilim, uşaqlar... Ümumiyyətlə, bu zarafat yəni çox köhnə zarafatdır. Təbii ki, biri bunu daha gözəl eləmək olardı. Papağı atdım. O zarafatın əsər əlamət qalmamışdı. Hə, heç nə yox idi. Yəni,
daha ən pis formasını elə bil ki, eləmişlər uşaqlar. Açıq daha yaxşısını gözləyirik. Rayonları ümumiyyətlə nəzərə alaraq Novruz bayramı hər zaman uşaqlıqdan mənim yadımdadır ki, daha rayonlarda daha təmtəraqlı keçir. Daha çox adət-ənənələr qorunur, inanclar hamısı göstərilir. Nəinki şəhərdə və bu normal idi. Ən hündür tonqal kimdə idi deyə Yeri gəlmişən xanımların da öz hazırlığı olurdu, biş-düşlə bağlı və s. Yəni ona görə də adam daha çox gözləyir ki, daha effektiv, daha dadlı. Amma əfsuslar olsun ki, burada uşaqlar elə bil ki, həqiqətən oynamırlar. Doğrudan da onlara soyuq idi çəkiliş vaxtı. Papaq atılıb içəri, biri gedir papağın dalınca, o iki nəfər ümumiyyətlə reaksiya vermir. Ki, qapı açıldı, papaq atıldı içəri. Nə bilim, Bir iradımız var ki, uşaqlar, oyun zad hamısı qalsın bir tərəfə, onsuz o barədə danışmaq yəni istəmirəm mən. Çox can dərdi çəkilmiş. Əvvələn idarədə çəkmisiniz. Bu hiss olunur. İkinci, sonra onu əlaqələndirirsiniz, hara inansa. Bu dənə ev yoxdur. Mikrofon zəhmət olmasa. Keçən dəfə doğrudan uşaqlar bizi şoka saldılar. Şoka saldılar. Elə danışsınlar, bilirsəniz çəkmişdilər. Budur da qarpızlanırsınız, sonra... Yox, uşaqlar da dəyişilir. Sadə həminki vaxt bəzi problemlərə görə ev tapılmadı deyə ona görə idarədə çəkildi. Ev yaxşı, bir qırağa qalsın. Yəni problem ancaq evdə idi. Aktyor oyununda var idi, nə oldu bəs? İndi dediyim kimi o aktyorların, oynanılan aktyorların məşğələləri, dərslərinə və s. görə yayınma olmasın deyə məcbur belə oldu. Siz yad adamlar çəkdiniz. Sizə bir gün vaxt verməmişdilər ki, sizə nə qədər vaxt vermişdilər? Yox, uzun müddət vaxt var idi. Var idi, düzdür. Var idi. Sadəcə dediyim kimi bəzi problemlərə görə elə oldu. Siz o dediyin, üzr istəyirəm, o dediyin o problem var ha. O problem deyil. Onu heç kəsin vecinə deyil ki, sənin problemin var yox. Sadəcə onu ilə sən həyatını dəyişə bilərsən. O problemlə ya baxıb üstündən xətt çəkə bilərlər, ya da ki, tamaşaçının, mən həmişə bu misalı çəkirəm ki, aktyor var ki, elə deyə öz başımıza da gəldi. Valideynini dəfn edib, səhnəyə çıxıb konsert oynayıb. O, onu heç kəsin vecinə deyil. Heç kəsin vecinə deyil. Problem var idi, problemin var idi, ümumiyyətlə çəkib göstərməyib. Bunu bir məsləhət kimi deyirəm, qınaq kimi demirəm. Ümumiyyətlə, Biləsuvarda Novruz bayramı necə keçir? Yaxşı keçir. Bəli, bəli. Oradakı qədər ruh düşkünlüyü yoxdur ki. Xeyr, Əhval-ruhiyyəniz yerindədir. Bəli, bəli. Siz Allah, əsas o yerində olsun. Mənim zəhmət olmasa atributumu gətirin. Afakan, mən sizdən üzük borc ala bilərəm. Niyə? Falla baxacam, öz falıma. Soruşmaq ama sən öz fal var, mənim üzümdə niyə baxırsan? O deyirlər xoşbəxt bir qadının üzüyü lazımdır onun üçün. Baxar, Və bu bir qadın həm xoşbəxtdirsə, həm sənətkardırsa, xalq artistidirsə və şən gəncdə məni ən çox istəyən münsifdirsə, ondan artıq kimin üzüyü ilə mən bu fala baxaram? Valla mən bir söz demirəm, başı çıxandadır. Mən bir söz demirəm də. Fırlatmaq istəyir. Müşkilas müəllim, amma valla bu düzgün deyil. Bu düzgün deyil. Zəhmət olmasa Afakan, Bu qədər ki, qaytaracam. tərifliyisi çıxardırsınız bu cavanları başınıza. Məndən getmir söhbət, sözü üzərimə götürməm çünki Bağlım da hara gelsin. Mən üçün baxırsan. stəkanım orada da axı gedim. Stəkanın qırılsın, çayın yerə tökülsün. Gedim öz stəkanımda. Ancaq qarğış deyə bizim mahnılar. Sizin bağın meyvəsi, bizim bağa. Deməli, Xeyr ola. Vallahi. üzüyü falan gedim öz su stəkanım deyil. Get burada bax. Ora gəlim. Yaxşı. Onda siz zəhmət olmasa ora mənə su süzün. Rafael müəllim deyir Bağlamaq ki, naxı onu. bağlamaq lazım deyil, belə tutursan da. Deməli, Afaqam, harasa bir 37-38 dəfə dəyəcək. az oldu axı su. Biraz doldurun. Deməli, 75 dəfə deyil. 3 dəfə deməli üzük falımı nə üçün baxıram zəhmət olmasa? Baxacam görüm ki, bundan sonra neçə il şən gəncə aparacam. Aparıcılığım neçə il olacaq və belə eləyib sonra çıxardılar. O özü başlayır. Deməli suyun Afaq xanımın üzüyü ilə baxıram görək, bundan sonra mən Aysel Ömər neçə il şən gənci aparacam. O deyil. Sən apardın. Apardı sellər. Heç olmasa olar mı verişi bitirim? Sona çatdıra bilərəm Afaq xanım, yoxsa indi gedim? Sona da çatdıracaq. Adama deyərlər Afaq xanımın üzüyünə fal baxsan axırım belə olacaq da. Birinci o üzüydə baxmırlar.
Ara şirinsay oldu ya. Abrişanlı da baxırlar. Elə bir üzün rəngi getdi. O qaşı var, o... Afaq xanım, Fırrat üzüyü... üzüyü. Fırrat o üzüyü öl bu. Afaq xanım, üzüyü... Allah mübarək eləsin. Deyən. Səni alırıq bu şəhərdənin komandasına. Olursan bizim gəlinimiz. Arada mənim bir stakan suyum getdi. Müşkün mən lazımdır sizə bəlkə birdən. Yox, sağ ol. Görək indi birazdan. Ona lazım olanda bu şəhərdənin o yenidən götürür o vizitdə. Hə, ondan bizdə çoxdur. Yox, bizdəki Üzr butafordur. istəyirəm, uşaqlardan soruşuram, mən fikrim üzüydə qaldı. O üzüyüm suya düşəndə ən çox hansı münsif sevindi? Hamısı sevindi, hə? Müşkün siz də sevindiniz. Sənin bir dənə səhvin onda oldu ki, sən bu üzüyü suya saldırdın ki, Afaq xanımın üzüyü bizə göstərsin ki, mən burada nə qədər qalacağam. Onda da üzüyüdür ki, get daha, xoş gəldin. Davam eləyək, birazdan söhbət eləyəcəyik. Artıq Rafael müəllimə orada başını qatmağa bir rekvizit də verdik. Bugün o sapla orada işlər görəcək, görək nələr yaradacaq. Uşağın başını allatdı sapla, hə? Getdik. Görəcək ya. Ruhu uşaq olan. Şəkilə baxaq. Sənə doğrudan uşaq kimi baxır, Rafael, mən sənə. Gəlin şəkilə baxaq, görək hansı gənclər evindən gedir söhbət. Oy, bu nə idi? Bakı. Binəqədi. Bakıdır. Bəli, Binəqədi. Binəqədi Gənclər Evi elimizə bahar gəlir mövzusunda necə bir sujet hazırlayıb görək. Hər yaz gəlir, skollarda saz gəlir, hər tərəfdən xonçayıq, hər ay üstü və bozlarıyıq. Nay 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 nay. Ay qədər, ay kişi, sən nə qədər şey yazmışam. Get al, gətir də hamısını. Bayram süfrəsidir, şəkərbura və paxlava bişirməliyəm. Ay mama, zakaz eləyərik də, neyinirsən ki, onsa həmin pul çıxır. Yox, evdə bişirilən daha dadlı olur. Bayırdan oradan buradan alırsınız, bilinməyəcək nə qatırlar, nə vururlar. Get bazı denən 2 saatı çimir orada. Denən çıxsın da ay. Su elə bir dəryadan gəlir. Gedin bir axşam üstü tonqanın üstündən ağırlığınızı, uğurluğunuzu atın. Ay mama. Səhər mama. Anam, tonqal nə deyə? Kəndişlərdən Nazim dayı bir dənə də olsun yeşik taxta qoymayıbdı. Mən də paklışkalı tonqaldan tullanmaqdan paklışka iyisi verirəm. Hə, Abbas düz deyir. Evə gələndə Afrika qəbiləsindən gəlmişlər kimi gəlirik. Nəysə, durun gedin biriniz qapını açın. Sən aç. Sən aç. Dur, sən aç. Sən aç. Dedim ki, ged açda qapını. Ay mama, getsin o açsın da qapını. Yaxşı, özüm açaram. Sizə bir şey deyənə kimi? Ay Allah, yenə gəldin sən? Kesin ətinə gəlmişdin. Salam xanım, o mən deyildim. O xalam oğlu idi. İşıq pulu yığırdı. Mən isə su pulu yığıram. Adınız nə idi? Yadıma düşdü. 37 manat 53 qəpik. Buyurun, çəkiniz. Bir də ki, sərşənbəniz mübarək. O gülən. Bir nəfər güldü. Azərsunun əməkdaşı. O bir nəfər tapmaq istəyirik, gülmə səbəbini soruşaq. O bir nəfər kim idi, nə olar deyin. Nəyə güldünüz? Bəlkə biz də gülərik o sözdən sonra. Gülmədi. Yəni, bəlkə sizin güldüyünüzü biz görə bilmədik. Keçək çəkdik. Bəli, videonu müzakirə edəcəm. Möhtəşəm gülüş dolu videomuzu. Sənə şad xəbər verim mən. Əla olacaq. Həmişə şad xəbər verəsən. Çox sağ ol. Aha. Binəqədin biz keçən sezonda çox videolarına baxmışıq. Yəni bugün doğrudan da bayram əhval-ruhiyyəmiz var. İndi bacardıqca bizdə var. Videolara baxdıqca əhval-ruhiyyəmiz daha da qalxır. Uşaqlar çox uzun-uzadı idi. Çox sözlər yeyilirdi ağızda. Bu bir. İkincisi bir senari yox idi ortalıqda. Üçüncüsü bir Azərsunun o işçisi biraz maraq kəsb elədi, oyunu var idi uşağın. Bir də sonda yazı var idi, Azərsun çərşənbənizi təbrik edir, su çərşənbənizi təbrik edir. Onu da elə eləmək olardı yəni sonda. Bilirlər ki, su çərşənbəsi. Bəli, su çərşənbəsidir. Amma belə doğrudan da zəifdir. Bəlkə də bu bizim adət-ənənələrimizin get-gedə işlənməməsi, bu böyüklər tərəfindən həyata keçirilməməsi, cavanlara başa salmaması uşaqlarda belə çətinliklərə əmələ gətirir.
mən uşaqları qınamıram. Yəni doğrudan da bir balaca bayram haqqında məlumatları olsa, bu inanclar haqqında, adət-ənənələr haqqında məlumatları olsa, bəlkə də video biraz zəngin olardı. Rafael müəllim, siz sakit. No comment. Müşfiq müəllim, nə düşünürsünüz? Binəqədi özü rayon olaraq Bakının böyük rayonlarından biridir. Kənd olaraq Azərbaycanın qədim kəndlərindən biridir Binəqədi kəndi. Əfsuslar olsun ki, uşaqlar nə bilim daha çox, daha effektiv, Binəqədidən xeyli istedadlı insanlar çıxıb Azərbaycan şou biznesində, nə bilim teatr, kino və s. və sahələrində illərlə, əsrlərlə, yəni qat-qat gözəl eləmək olardı. Heyf yəni, heyf ki, nə bilim, ya məsləhətləşmirlər heç kimlə, ya elə bilirlər ki, onlara gülməlidir, hamıya gülməlidir. Evdar qadını oynayan qızım heç nə eləyə bilməzdi. Çünki o partnyorla oynayırdı. Partnyor ona bizdə pişə deyirlər də, nəysə verməli idi ki, o onun cavabını qaytarsın. Yenə də yazdı, qız gözlərini salmışdı aşağı, orada nəysə yazıq olmasın, yalaqlısı. Stakan zat silirdi də belə. Oğlan, o aşkili oğlan, ümumiyyətlə mən onu gördüm, həyatdan küstüm. Sonra oyununa görə ya. bir Amma dənə işıqpulu yığan orada yaxşı oyun idi. sonu. İşıqpulu yığan oğlan faktor olaraq. İşıqpulu oğlan, hə, suplu oğlan. Suplu Suplu, oğlan yaxşı idi. Gəldi, məsələn, ana da bir oynaya bildi ona. Döndü, heç olmasa qızın üzündə bir təbəssüm oyandı. Bir də uşaqlar makiyajda çox da belə geniş yer verməyin. Qızlardan söhbət gedir. Geniş yer verməyin. Müəyyən hədd vaxtına çatandan sonra sizdən icazəsiz sizin o üzünüz çox pis vəziyyətə düşəcək. Makiyajı bu qədər qabarıq, bu qədər o sizin elə gözəlliyiniz Allah Taala hələ ki verib sizə. Qocalanda efirə zada çıxmaq məcburiyyətinə qalanda eləyərsin. Amma belə eləməyin. Çünki heyifdir. Heyifsiniz daha doğrusu. Var Binəqədi? Yoxdur burada Binəqədi Gənclər Evi. Bəyənilmədi təbii halda. Mən onda soruşmaq istəyirəm. Müşfiq müəllim, bəli buyurun. Afaq xanım, bir əfsuslar olsun ki, bir makiyaj, bir də bu son vaxtlar bizdə plastik əməliyyatlar dəb formasını alıb sadəcə. Yəni lazımdır, lazım deyil, yox. İnsan makiyajla hansısa bir qüsurunu ört-bastır eləməlidir də, belə deyək. Təbii ki, qadınlar daha gözəl görsənmək istəyirlər hər zaman. Elə də plastik əməliyyat da, elə bil ki, dəbdir. Eləmək lazım, sadəcə eləyim də, yəni məndə də filan yerim əməliyyat eləyim ki, birdən geridə qalaram sürüdən, deyərlər ki, elə bir şey var. Amma çox qəribədir ki, son zamanlar bu temanın üstünə çox düşmüşük də, elə hamı düşübdü. Sonuncu konsertimizdə bu haqda biz danışmışdıq. Hətta konsertin də adı plastik əməliyyatlar. Yox, plastik əməliyyat indi çıxmayıb ki. Plastik əməliyyat O şeydən, 20-ci illərdən var. Yadıma düşdü. Yəni aktrisamız var, Afaq xanım bilər, Lyubov Arlova. Lyubov Arlova. Birinci əməliyyatı SSR-də birinci əməliyyatı o eləyib. Amma bu əməliyyat aktrisaya, müğənniyə ehtiyacı olacaqsa, lazımdırsa, o eləsin. O hansısa bir efirlə bağlıdırsa, filmdən bağlıdırsa, amma bu qədər bunun populyar olmağına mənə elə gəlir ki, yenə də bu da keçib gedir. Yenə də tanınmışlar səbəbkardır. Hə, plastik əməliyyatlara məcbur olmadıqca müraciət etməyin deyir. Dəyərli münsiflər heyətimiz odur ki, gəlin görək. Yox, mənim özümə deyil. İlk növbədə də aktrisalara, aktyorlara aiddir ki, Aysel xanım, bütün üzünün mimikası itir. Bəli. Və artıq bütün dünyada bu plastik əməliyyatlara bu işlə məşğul olana, yəni aktyorluqla məşğul olan insanlara qadağa qoyulur. Mən üzgərmə elətdirmək istəyirəm. Məsləhət görürsünüz, yoxsa az gülürəm, dedilər biraz belə. Səni belə. mumiyalayacaqlar. Necə elə? Mumiyalayacaqlar. Hə. Davam eləyək. Necə? Oğal. Hə. Sən bu verişdən istifadə edib çox şey istəyirsən. Mən sizdən sevgi istəyirəm, görə bilmirəm, sevgi istəyirəm. Sən belə gözəlsən, heç nə eləmə. Davam eləyək. Çox sağ olun, təşəkkür edirəm. Mən əminəm ki, Afaq xanım da bu fikirdədir. Elə o dedi mənə. Yaxşı məsləhəti qulaq asır. Gəlin görək. Bu tapmacada hansı gənclər evindən söhbət gedir? Tapmaca tapan baxdınız. Bunlar Moskvaya pul dalınca gedirlər. Bu puldur. Dollar paçkasıdır. Uşaqlar daldan deyir Şəmkir. Son zamanlar ümumiyyətlə o əksinədir. Oradan bura daha çox gəlirlər artıq qazanca. Sən görürsən Avropada. Bunu yazanlar Avropanı görməyiblər. Yox, yəni məsələn ki, Rusiyanın özü bu dəqiqə daha çox gəlir bizdə pul qazanmağa. Yer gəlsə, yəni başqa ölkələr. Artıq o 20-30 il bundan qabaqki dəb
yavaş-yavaş Və əks Müşfiq tendensiyaya müəllim çevrilir. redaktorlarımız da buradan etirazını, fikrini, tənqidini bildirdi. Odur ki, gəlin, söhbət Şəmkir Gənclər evindən gedirdi. Gəlin görək Şəmkir Gənclər evi nə hazırlayıb. Xalqımız bayram gününə hazırlaşır. Baharın gəlişi hər kəsdə yüksək əhval-ruhiyyə yaradıb. Amma hər bayram bizim qəhrəmanımıza xüsusi bir bayram sayılır. O, bayram günlərini özünün daha da zəngin olması üçün bir fürsət hesab edir. Beləliklə, tanış olun. Bu, bizim Novruz müəllimdir. Mən bu şirkətin rəhbəri ola-ola, nə vaxta kimi sizin əvəzinizdən fikirləşib biznes planları quracam. Siz nəyə lazımsınız bəs? Ay Novruz müəllim, siz deyəndə ki, bu şirkətdə bir sənsən, bir də mən. Başqa kim var ki? Həm də bayram deyək. Yaxşı. Söz güləşdirmə. Mən də bilirəm bayramdır. Bəs elə bayram bizim üçündür də. Bizlərin qazanması üçün. Necə? Başa düşmədim. Deməli, möhtəşəm bir biznes təklifi almışam. Aha. 4 çərşənbə və Novruz bayramı. Aha. Ən çox nəyə ehtiyac var bayramda? Nəyə? Yumurtaya. Həm də zərbəyə davamlı yumurta. Deməli, Afrikadan nümayəndə gələcək. Bizə Afrikadan 5 fura zərbəyə davamlı kobra yumurtası təşkil edəcək. Biz isə bu yumurtaların satışını edəcəyik. Hətta reklam da hazırlayarıq. Sloqanımız da belə olar. Çərşənbədir. Yumurta döyüşündə udursa, bizim kobra yumurtalarından alın. Gözəl deyilmi? Elədir. Tanış ol, Makako bəydir. O bizə bayramda yumurta döyüşləri üçün Afrikadan kobra yumurtaları gətirəcək. Artıq ödəniş olunub. Xeyirli olsun. Son xəbər ilə qarşınızdayıq. Dünən polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Kürdəmir rayon sakini saxlanılmışdır. O yerli iş adamlarını aldadaraq Afrikadan kobra yumurtası idxalı edəcəyinə dair razılaşmalar etmiş, lakin əvəzində yerli broiler yumurtalarını küllü miqdarda pul qarşılığında sahibkarlara təhvil vermişdir. Bununla bağlı ilkin istintaq tədbirləri həyata keçirilir. Novruz müəllim, Aylin Novruz müəllim. Nədir? Bayaqdan donuq qalıbsan. Vur da, nəyə gözlərsən? Bayram günündə heç adamın axına belə şey gələr. Bayramınız Makako... Saçdı mı? Bayramınız mübarək. Sən yaz orada gülüş. Bu uşaqlar hansı fantaziyalarda yaşayırlar, hansı dünyada yaşayırlar. Müasir yanaşmadır da uşaqlar, yəni Bəyəndi. bunu da Coşqun bəlkə də siz bugün nəsə yəni bütün süjetləri bəyənirsiniz. yox. Bəyənmək deyəndə ki, həm bayramdır, həm də bugün bir özəl gündür də, ona görə. Yəni bayramda bizim əhvalımızı belə korlamaqlara məncə haqları da yoxdur axı. Yoxdur haqları, amma yenə deyirəm, uşaqların adət-ənənələri bilməməsi, biraz müasir yanaşmalarıdır. Görürsünüz, orada biznes plan var, orada işçilik var. Yəni, pulun üstündə qurulan bir bayramı fikirləşirlər də uşaqlar. Uşaqların adət-ənənəsini bilməmək. Bu dəqiqə bəlkə də bayağı gəlir onlara. Əllərindəki telefondan istədiyi materialı əldə edirlər. Bir dənə Google-a girib yazsalar ki, Novruz bayramının adət-ənənələri. Biz keçən sezonu başlayanda bu mövzuda biz demişdik ki, siz gözəl Azərbaycanımızın gözəl güşələrində yaşayırsınız. Bəlkə çöldə, bayırda nələrsə çəkəsiniz, bunun tonqalı var, bunun səmənisi var, bunun çəmənliyi var, dağı var, dərəsi var, çayı var. Bu axı niyə bu cür şey? Həm də orada iştirak edən oğlan birinci sezonda da iştirak edir. Bəli. O söhbətlərin içində o olub, bilir. Şəxsən mənə məntiqli, şəxsən mənə həm çəkilişin özü çox yaxşı idi, əla deməyək, yaxşı. Yəni mənə yaxşı gəldi videonun özü. Şənlənə bildiniz. Yəni uşaqlar müasir dövrlə uyğunlaşdıran bir səhnəci təqdim elədilər bizə. Mən belə yanaşıram, belə gördüm. Amma atributlarının olmamağı o səhnəci kasatlaşdırdı. Bəli, müdirin adı Novruz, o yumurta biznesi, yenə deyirəm, yaxşı idi. Yəni iş var idi. İlk atdığı ortalığa kobra yumurtası, elə deyil.
Bu kobranın 5 gün gec, 5 gün tez çıxmalıdır da balası bunun içindən. Elə mən elə fikirləşim, siz Fərdən də fikirləşim ki, bunlar hansı metodla onu istifadə eləyəcəklər? O kobra yumurtasının hansı metodla istifadə eləyəcəklər? Amma siz getdiniz tamamilə başqa bir şeyə getdiniz. Saxta kobra Amma ikinci hissədə artıq idi ya orada. Artıq yumurta döyüşdürmək artıq idi. Özü çiğ yumurta. Hə, özü çiğ yumurta. Ürəyə getdisə vəssalam, səhnəcik bitməli idi. Müşfiq müəllim, o siz də uşaqlıqda olurdu, ən bərk yumurtanı tapıb bütün kəndin uşaqlarını uduzdurub bir... Açığı onun yadında qalıb, onun qaynatmaq növləri də vardı. Nəsə ora sürtüb qaynadanda daha bərk olurdu. Daha o bərk hissəsi yadınızdadır da. O döyüşdürəndə əlini öyle tutmalısan ki, biz tərəfi düşsün ki, rəqibin yumurtasını biz tərəf böyür Bir də mümkün qədər yığmalısan ki, az dəyilsin. Hissəsinə ki, utsan o sənin də artıq. Bir duraq ayağa çıxar gedirdi, bunlar söhbət edirlər. Bizdə onu taxtadan düzəldən uşaqlar var. Yumurtanı taxtadan? Bəli, taxtadan yonub düzəldilər, rəng vururdular ona. Amma qaz yumurtası tapılanda balaca, o daha möhkəm olur qabığı, nəinki toyuğuncu. Hə, qaz yumurtası. Ümumiyyətlə yumurta nə qədər balaca olsa bir o qədər möhkəm olur. Onda da o yığılan yumurtalarla gənə dostlarının arasında bölünürdü. Kim onu güya aparırdı. Elə o kosa gedənlər, döyüşdürəndə məktəbdə hansı partan, bizim dövrümüzdə partaların ikinci qatı olurdu da, çantanı qoymaq istəyirsən. Ora dolu olardı, ya şəkər quru ilə, ya yumurta qabığı ilə, ya... Əllərimiz bütün boyanın içində olardı. Bir dənə də maraqlı məqamı deyim. Afa xanım, yadınızdadır o vaxtlar necə yumurtanı boyayarlar, boyamaq üçün nə qədər vaxt aparırdı. İndi əfsuslar olsun ki, o nakleyka zat çıxıb klonkadan. Bir dəqiqə yapışdırırsan, hazır. Yenə deyirəm ki, o daha dadlı idi. O birisi boyanan yumurta dəyərli idi, ləzzətli idi. Keşişi qoyurdu belə. Keşişinə qoyurdu. Bağlayırdı setdən. İçinə qoyurdu. Onun prosedur ilə bəlli başlı vaxt apardı. Yoxsa oturmuş İndi bir dəqiqənin içində yapışdırdı, vurdu, hazır. Yanmışlar, iş bacarandır. Bacarırlar. Afakam, sizin ən çox sevdiyiniz Novruz adəti hansıdır? Nə yadınızda qalıb? Afakanım. Novruz bayramında nə işlə məşğul olmuşsun? Ən çox xoş Afakanım. Sizdən cavab vermir. Siz mənimləsiz? Bəli, mən sizinlə. Nə lazımdır sizə? Afakam, uşaqlıqda ən çox hansı Novruz adəti yadınızda qalıb, xatirəsi? Uşaqlığın havası var başında. Bizim bir dənə qonşumuz vardı, 2 qardaş idilər. Onda 2 dənə. Böyük qardaş hər şey eləyirdi balaca qardaşı. O da Azin institutunda oxuyurdu. Yaxşı idi, kəlləli uşaq idi. Səhər tezdən bunu güclə yuxudan durğuzmaq, bunu yedirtmək, filan beşmək. Sonra bu oğlanın bir qızdan xoşu gəldi, qardaşından xahiş elədi ki, bir dənə o şalvarı ver, bir dənə qızla görüşə gələndə bəyənməyə gedibdi. Nə illah elədi ki, qız şey eləmədi, vermədi. Heç cürə. Mənim də nənəm rəhmətli evləri həmişə növətlə silirdi. Çünki biz qədimi evlərdə olurduq da, Mustafa Sübhi, Uyğun Mirzə Fətəli. Ona görə də nənəm həmişə o plintuslar tərəfi həmişə növətlə belə silirdi, qapıları açırdı, pəncərə açırdı. Sonra da şey, onda mən də götürdüm o şeyi, benzindən biraz tökdüm, təsəvvürlə girəm. Bu elə get, ha get də, mən getdim mən zətdə atlanmağa, attım daldım. Mən nə bilim, mən uşaq idim də. Attım bunu şalvardan. Bu başa düşdü ki, nə attın? Dedim, üçün su attım. Nə üçün attın? Dedim, belə eləyirlər də. Nənə deyir ki, get Tahirin dağcı su at girər. Bu da getdi atlananda da sonra nə oldu? Davam eləyək möhtəşəm sujetlərimizlə. Gedək. Afakam, söhbətimizə doyum yox deyə, amma birazdan yenə davam eləyəcəyik. Gəlin görək, söhbət hansı? Bəli. Göy-göy. Abla dur ayağa. Get papağa, biraz qoz fındıq yığ. Mamam paxlava pişirəsidir. Mən sizə deyirəm, əlinizdə işli gəlmir də. Papaq çıxart. Al bunu tax. Maşallah, arxa dayağımdır. Sən demirəm, papaq deyirəm, çox sıxır. Get. Qızım çərşənbə günüdür. Get bir qulaq falına çıx. Bəlkə yaxşı bir xəbər eşitdin. Bəlkə bir bəxtin açıldı. Mən qulaq falına çıxmaq üçün gərək evdən çıxam. Evdən çıxsam setdən çıxacam. Setdən çıxsam Instagramdan çıxacam. Salamat evdə durmaq. Sən elə evdə qalsan yaxşıdır. Akşat görüm o televizoru, yaxşı nə verirlər? Bayram günləri münasibəti ilə aidiyyatı orqanların xalqımıza müjdəsi var. Gəlin bir-bir onlar dinləyək. Su çərşənbəsi münasibəti ilə bu ildən suyun 1 kub metri 10 qəpik olacaq. Necə deyərlər? Su qiymətinə.
İndi hünəriniz var, çinməyin. Əlinizdən avtobusda getmək də olmur. Azəriqaz İctimai Birliyinin nümayəndəsi olaraq bildirirəm ki, od çərşənbəsi ilə bağlı ölkənin hər yerində qazlar kəsilir. Hamı bilir ki, qazın sezonu qış ayıdır. Yayda kimdir qaz əti yeyən? Bu nağıl desən yel çəkirik. Düz tapdınız. Milli Hidrometeoroloji Xidmətinin işçisi olaraq məlumat verirəm ki, yel çərşənbəsi ilə əlaqədar ölkədəki bütün küləklər yığışdırılıbdır. Skvazniya düşmək istəyir. Arvad deyəsən televizorlar səsimiz eşidilir axı. Nə olar da Göygöldən 2 hektar yer verəydilər. Torpaq çərşənbəsi münasibəti ilə yerli bələdiyyə tərəfindən sizə. Bizə? Bəli, sizə 2 hektar torpaq ərazisi verilir. Muşluğum evir, ay arvad, ay qızım, ay arvad, ay qızım, ay arvad, ay qızım. Aç onu. Nə oldu? Gəl gör qapı döyülür. Kimdir gələn? Dur görüm. Aç kim idi gələn? Cəkitçilər idi arvad. Novruz bayramımızı təbrik edirdilər. Mən gəldim. Gördüm. Nə qoyacaq bunun içinə? Nə qoyacaq? Qoz. Rafael müəllim, bəlkə bu dəfə danışmağa söz tapdınız. Heyf səndən Göygöl. Heyf bəyənmədiniz? Görünüşü mənalı. Yox, yaxşı aktyor oyunlarıdır. Axırda da bir qoz. Bir qoz. Yanaşma da maraqlıydı, yox? Düz, yox. Yəni belə deyək də Göygöldə həmişəki kimi seçildilər. Seçildilər. Çox soğuk kimdidir burada? Niyə çox soğuk oldu? Özü oynayırdı ana. Oradansa, mama sən idin. Yaxşı qaldın sana. Göygöl gənclərə ver, plakatlarınızı qaldırın, yerinizi görək, ən öndəydilər, hə, deyəsən? Hə. Afaq xanım, bəyəndiniz? Çox. Bəyəndim. Çıkanı belə saxla, Göygöl. Müşfiq müəllim? Əlbəttə, o birisilərdən ən azından xeyli fərqlənir, yaxşıya doğru. Göygöldən açıq elə onu da gözləyirdik. Bizim keçən mövsümün çempionlarımızdır. Bu mövsümdə də favoritlərdən biridirlər. Ssenariləri çox gözəl. Əvvəli var idi ssenarinin, ortası var idi, nöqtəsi var idi, finalı var idi. Yəni elə belə nətər gəldi, çəkə eləyək, yola verdi, yox idi. Ayrı-ayrıqda yaxşı zarafatlar da var idi. Çəkişin özü də yeri gəlmişkən müqayisədə o birislərlə çox yaxşı idi, peşəkar idi. Keçidlər var idi, televizorun içinə və s. Yazıları mən fikir verəcək yox. Adları da maksimum çalışmışlar ki, aparıcıdan adları kreativ olsun. Uğurlar uşaqlar, çox yaxşı. Ümid eləyək ki, bundan da yaxşılar olacaq inşallah gələcəkdə. Coşqun müəllim? Çox zəngin video idi. Uşaqları təbrik edirəm. Yəni, həm dinamika var idi, həm oyun var idi. Biraz mənim iradım nədədir? Sözləri biraz tələffüsünü düzgün eləyin uşaqlar. Başa düşürəm, bölgədir, ləhcəniz var. Amma tamaşaçıya da yazığınız gəlsin, biz başa düşək. Biz istəyirik, qulaq asaq, eşidək, nə yazmısınız, nə oynamısınız. Bir balaca danışıqlarınıza fikir versəz, belə hər şey əla idi. Təbrik edirəm. Bir də bir maraqlı məqam var idi orada, mən pustunuz ya yox. Jekin papağının Panama olması. Fikir verdiniz, yəni prinsipal olaraq bu birisi papaq ayırdı. Jekinki qədimi Panamadır, içindən çek çıxır. Və bir də ki, dedi ki, içində nə idi? Qoz. Qoz, buna bir qoz. Qoz da qapqara. Təbriklər uşaqlar, bəyənildi sujetiniz, belə də davam eləyin. Coşqun müəllim, sizdən soruşmamışam, uşaqlıq xatirəsi olaraq Novruz deyəndə ağlınıza nə gəlir, yadınıza nə düşür? Novruz deyəndə? Hansı xatirəniz? Tonqaldan atlanmaq. Başınıza iş gəlib, heç yanmısınız? Hə, yıxılmışam. Yıxılmışam, amma xətarsız da, yəni. Fəsadsız. Bir də papaq atma da. Bizim oğlan uşağı ancaq tonqal üçün ağac yığardı, taxta yığardı, pakrışka yığardı. Bir də ki, yaxşı bir papağı olmalıdır ki, hörmətli bir papaq olmalıdır ki, içi dolu olsun. Axır Novruzlar kart-to-kart artıq moddadır, kart nömrəsini atırlar. Bəli. Zarafat eləmirəm. Demə bunu. Tam ciddi deyirəm. Papağın içinə kartının nömrəsini atır ora kartın nömrəsini. Sən onu götürəsən, öz kartından 1 manat, 2 manat, ona kart-to-kart eləyəsən, belə... Hələ bunun onlayn şəkildə ötən Novruzda bir çox kartlar da uğurlandı, bir-birinə papaq göndərirdilər, mənim də pulumu uğurlanmışdı. Adam var ki, kartın özünü atırdı. O xəbər yox ki, arxasında olan 3 rəqəmdən istifadə eləyərək əksinə oradan pul çəkmək olar.
Yəni o savadsızlıqdan onu da eləyənlər olurdu, əfsuslar olsun. Bir bayramlıq, bir şirinlik istəyirsinizsə, lazım deyil kartı göstərmək orada. Mən kartı... Yəni bu nümunə olaraq Müşfiq müəllim göstərirəm ki, bu mənim kartımdır. Maaş kartım, nümunədir. Zəhmət olmasa Müşfiq müəllim, misal üçün, siz mənə əgər bayramda atmaq istəsəz çərşənbə bayramında, sizdən qəbul edəcəm. Gəlin görək. Hansı Gənclər evindən söhbət gedir? Kürdəmir. Niyə dəmir iminli o? Necə tapdınız? Yox, şüveylir. Niyə? O rayon kür dəymir. Mən elə bildim o masadır. Heç onu dəmir olaraq görmədim. Yox, şüveylerdir da, şüveyler. Bu gün ancaq qapı döyülüb, atmışam papaq, qapı döyülüb, atmışam papaq. Nə olar idi, bir gün də qapı döyüləydi, ataydım ki, elçilər gəlir. Ay bacı, keçən bayram yoxladım. 40 yaş çıxdı. Görəm bu bayram neçə yaş çıxacaq. Ay qız, üzlük fal yoxlamaqdan başında saç qalmadı. Əl çək bu inaclardan. Əşi, sən sakit dur, sən Allah. Hiss eləyirəm, bu il evlənərsən. Çox sağ olun, sizinlə bayramınız mübarək. Çox sağ olun, çox sağ olun, çox sağ olun. Sizlə barəm, sizlə barəm. Çox sağ olun. Yox, evlənməkdən demə, 35 yaşım var, hələ evlənməmişəm. Yaxşı sağolun, çox sağ olun, sizlə barəm. Ay İsrafil, deyirlər ki, Novruz bayramında arzu tutursan və qulaq falına çıxırsan. Əgər yaxşı söz eşitsən, arzun üçün olur. Bəlkə yoxlayaq? Yoxlayaq da, bəlkə bəxtim açıldı, yoxsa. 38, 39, 40. Of, yenə 40 yaş çıxdı. Bu ildə evdə qaldım. Ay Allah, mən görəsən nə vaxt evlənəcəm. Hər il üzük falına baxıram. Qalmışam evdə. Bəxtim açılmır ki, açılmır. Bir dənə də olsun yaxşı söz eşitmədim. Amma ki, bu məndən də yaman görmədi. Bəlkə də qismətim bu qapdadır. Bizim dayı bu papaq atanların əlindən. Evdə bir şey qalmadı da. Papağımızı da götürün, çıxın gedin buradan. Kürdəmir. Sizə də deyirdilər çərşənbələrdə yaxşı söz danışın, qulaq pustuya gələcəklər cəmat. Daha demirlər. Qızlara deyirlər. Siz acığa danışırdınız, biz eləyirdik misal üçün. Gələnlər pis söz eşitsinlər deyə uşaq. Səni inandırıram ki, o ərəfələrdə evdə heç acıqlı insan olmazdı ki, pis sözlə danışır. Deməli, xüsusi şəkərbura qoğal pişirilirdi, qonaqları üçün də saxlanılırdı. Gəlirdin. O qasan ayrı. Yanmışları hatırlayırsınız. O setka kravatın altında saxlanılırdı. Dəmir qazanlar. Gəlirdin, deyirdi ki, aynen qoğal qalıb şəkər, hələ yiyəzməyəm qala, sıkılat satdı bəkəm. Görür, baxır, görürsən, nəvədir axı. Gəl bura, gəl çıxardırdı oradan bir dənə. Paxlavağı pişirəndə birinci qıraqlarını verir. Sırf qonağa saxlayırlar. Hələ onun ortasını yeyə bilmədik, ancaq hələ o qıraqlarını yedik. Hayıf, çox hayıf. İndi də deyir, qapı pusuları dəyişirlər, müasir forması status oxumaqdır da. Yəni, qapı pusmursan, kimisə statusunu oxuyursan, artıq ondan irəli gələrək... Oradan bəlli olur. Hə, ki, qonşumun statusu, qohumun statusu, görüm, niyyətim həyata keçəcək, keçməyəcək. Axırıncı dəfə statusunuzda nə paylaşmışsınız? Eləmirəm də baxmıram. Biz elə statuslayaq ki, status paylaşılarsa statusumuz yoxdur bizim. Və... Orada lazım deyil oldamaq. Qoy deyim, tamaşaçılar bilsin. Əziz tamaşaçılar, bizim böyük bir komandamız kadr arxasındadır. Orada bizim redaktorlar, rejissorlar, operatorlar, səs texnikçilər, onları almışlayaq. Biz onlarla burada zarafat edirik bəzən ki, anlaşma olmasın da ki, nəyə görədir. Kimlə danışırlar? Reaksiyon kimə verirlər, ona səslərdir. Mənim qızıldan qiymətli sözüm qaldı olan o ağzında mədəniyyətiniz olsun. Vəssalam. Ayıbdır. Eləyin də. Mən bayaqladım. Bu da bu. Afaq xanım. Yox, mən vaxt vardı demişdim.
Demişdim ki, çörək dizinin üstündə olan vicdansızlar. Həmin o söz gəldi, təsdiq olundu. Mən istəyirəm ki, Mürşid müəllimi tərifləyəm. Bunlar A, O, əlifba deyirlər mənə. Cibinin mahnısını oxuyurlar. Mürşid müəllimi... Afaxam, qapı pusan olar bir də. Qapı pusan olar bir də. O qədər zəkalı insandır. Bilir harada subay, harada evli olmaq lazımdır. Rafael müəllim, mən bişirmişəm şəkər buranı, baklavanı, qoğalı. Afakam hamısını mən bişirmişəm. Nəsildir var? Afakam da istəyir. Afakam mən bişirmişəm o hamısını. Şəkər buranı da, baklavanı da, qoğalı da. Dəlisəm, onu yiyərəm, zəhərlənmə ölüm. Getdi paklavalar əldə. Bahar qız, dur da. Bir dənə bir şey götür, halallıq üçün. Mən bişirmişəm, Afakam rahatlıqla yeyə bilərsiniz, Coşqun müəllim. Millət, yünə heç nə olmayacaq. Bilin ki... Buna baxın, görüncə paklavanı götürür. Bunu da sən pişirmişsən. Paklavanın altındakı nədir? Vay, sən nətər adamsın ha. Paklavanı qoy bura, onu götür, alın. Rafael müəllim, Can. doydunuz? Yox. Davam eləyək. Yox. Deyin, mən özüm yaraşdırırdım. Çox sağ olun, teşekkür ederim. Al da yaraşır, şal da yaraşır. Get gəlsin. Sonuncu sujetimizə də baxacağıq, amma baxaq tapmacaya. Sonuncu, hə. Tapdınız? Xəzər. Bəli, Xəzər. Nə? O kimin əri deyə bilmərik, amma Xəzərdən gedir söhbət. Gəlin baxaq. Allah kəssin belə bazarı. 3 gündür qoymuşam sözü bura ki, bir nəfər də gəlib deyir ki, 5 dənə yumurta ver, gedim qeyğanaq eləyim, yiyim. Yeri ver. Salam aleyküm qardaş. Sən Koroğlusan? Bəli, mən Koroğluyam. Bizim məktəbdə sənin qəhrəmanlıqlarından müəllimlə o qədər danışıblar. Bir dağıt ya. Yəni gör bura. Qardaşım sən. Zaman, şübhəsiz məndən sonra da peyğəmbərlər gələcək və gəlməkdədir. Bildiyiniz kimi bizdən əvvəl də qoyun qəbul olub. Ay, bu peyğəmbər sənə qurban olaram. 100 kaset mal vurmuşam. Nə olar, elə ki şeydi sata bilim nə olar. Qurban olaram sənə, başıma dönüm, nə olar. Yayda hava da istiləşir, sonra mən onları sata bilməyəcəm, xarab olacaq. Elə ki sata bilim nə olar. Qurban olaram sənə, nə olar mənə kömək elə günə. Hayday. Yumurta lazım, ye dayda. Salam aleyküm, hayday. Bayramımız mübarək olsun. 10 dənə baxam, ha, bu da ağa, bayram bilir, bir dənə. Bir dənə. 5 dənə ver dayda. 20 dənə mənə ver. Çox sağ ol. 10 dənə mənə ver. 4, 9. Qalanını da ver mənə. Qalanını da mənə ver, hə dayı. Ha, biz yarın nə? Bana mənə ver, qalan olsun. Bayramımız mübarək. Bayramın mübarək aylar. Sağ ol. Ha, bəs bu pulu kim verəcək? Niyə əziyyətimizi yerə vurdunuz ha uşaqlar? Bayramla əlaqələnmədik ki, ümumiyyətlə. Nə əvvəldən amma yaxşı başlamışdılar. Çox yaxşı başlamışdılar. Bugün hansı komandanı uzaqlaşdırmaq Hamısı. istəyər? Birini. Yox, birini saxlayaram, qalan hamısını. Hansı saxlayarsınız? Göy-gölü. Bugün qutardı, hamısına baxın. Bəli, bu sonuncu sujet idi. Bir dənə Göy-göl. Göygöldən başqa hamısı zəif idi. Astara da pis öldüm. Astara da pis deyildi. Göygöl Astara dedilər, daha sonra Müşüqəm siz... Biləsuvar zəif idi, Binəqədi zəif idi. Hə, çox. Onlar zəif idilər. Yox, zarafat bilirəm, birin çıxardası olsaydı, mən, məsələn, Biləsuvar gün qeyd etmişəm, çox ağır, acınacaqlı idi. O, otaqda 3 dənə oğlan çəkmişdi, o Biləsuvar idi. Deyəsən. Amma Biləsuvar öz qabiliyyətini göstərib var. Bəli, bugünlük artıq videolarımız bitdi. Eşitdiniz nə dedilər? Qarşıdan axırıncı, bəli. Gələn dəfə inşallah qismət olar bir yerdə zəyləşərik gedərik. Biləsuvarda möhtəşəm Hinduşka festivalı keçirilir hər il. İndi inşallah üzümüzə gələn bu payızda növbətçisi olur. Hansı ayda ətrafa getmişdik? Ay yadımda. Noyabr ayı səhvləmirəmsə. Möhtəşəm. Ölkədə yeganə Biləsuvarda keçirilir o festival. Bir neçə ildir artıq keçirilir. İnşallah bu mövsüm
Hamımız yığışıb gedərik. Bərabər gedərik danışdıq. və qarşıdan ilaxır çərşənbəsi gəlir. Afaq xanım, ilaxır çərşənbəsi gəlib qapınıza papaq atacam. İnşallah ilaxır çərşənbə qapınıza. Süfrəniz bol bərəkətli olsun, eviniz ruzlu olsun, bütün bayramlarınız gözəl keçsin. Gələn dəfə görüşərik. Hər evə bol bol.